Salam əziz coğrafyaçılar. Bu günləri DİM 2025 Yeni Test Bankından litosfer bölməsinin yerin yaranması və inkişafı testlərinin izahlarını verəcəm. Cəmi 41 testdən ibarətdir. Vaxt itirmədən keçək izahlara. Test 1. Fanerozoy eonuna aid olan geoloji eralar. Biz bilirik ki, bizim 2 dənə eonumuz var. Biri kriptozoydu, biri fanerozoydu. Bizden soruşur fanerozoy eonuna ait olan geoloji eralar. Hansı eralar var? 3 tane erası var. Paleozoy, mezozoy və kaynozoy. Yəni baxaq B variantına baxın. Paleozoy, mezozoy, kaynozoy. Növbəti ikinci suala baxaq. Ant dağlar, Ant Kordilyer dağ qurşağında yerləşən vulkanlar. Bizden soruşur Ant Kordilyer dağ qurşağında yerləşən vulkanlar. Ant Kordilyer söhbət Cənubi Amerikadan gedir. Cənubi Amerikanın şimalında yerləşən Ant dağları, daha doğrusu şimalında yerləşən Kordilyer dağları, cənubunda yerləşən Ant dağları. Baxın, Kordilyer və Ant dağları. Burada yerləşən hansı vulkanlar baxaq. Cotopaxi, Erebus, Terror, Antarktidadadır. Bax, Erebus'a görə olmadı. Aconcagua Ant dağlarındadır, oldu. Cotopaxi, Chimborazo Ant dağlarındadır, oldu. Kilimanjaro yerləşdi Afrikada, ona görə olmaz. C variantı da olmaz. Orizaba, Mitchell, Shasta, Mitchell Şimali Amerikada. Bax, burada Appalaz dağlarının ən hündür zirvəsidir. Yəni ki, Kordilyerə ait deyil. Ona görə olmaz. McKinley, Shasta, Tupkal. Shasta və Rainier vulkanları hər biri Şimali Amerikada Ant Kordilyer dağlarında yerləşir. Tupkal yerləşir Atlas dağlarında. Atlas dağlarının hündür zirvəsidir. Yəni vulkanik zirvədə deyil. Ona görə Y variantı da olmaz. Colima, Cotopaxi, San Pedro. Bunlar yerləşir harada? Yerləşir Kordilyer və Ant dağlarında. Cotopaxi, Chimborazo, San Pedro, Llullaillaco yerləşir harada? Ant dağlarında, Cənubi Amerikada. Colima isə yerləşir Kordilyer dağlarında. Yəni hər biri Ant Kordilyer dağlarına aid olan vulkanlardır. Üçüncü suala baxaq. Wegener'in nəzəriyyəsinə görə ilk yaranan quru adlanır. Wegener tavaların yaranması, bir-birindən ayrılması, bir-biri ilə toqquşması haqqında nəzəriyyəni irəli sürmüş adamdır. Onun nəzəriyyəsinə görə ilk yeganə quru parçamız olan Pangeya hesab edilirdi. Yəni C variantı. Dördüncü sual. İnsanın əmələ gəldiyi geoloji era və dövr. İnsan əzbər xarakterli sualdır, əzbər tipli sualdır. İnsan yaranıb sonuncu era olan Mezozoyda. Mezozoyun da 3 dənə dövrü var. Neçə dənə dövrü var? Mezozoyun da var 3 dənə dövrü. Paleogen, Neogen və sonuncu 4-cü dövr olan Antropogen. İnsanın əmələ gəldiyi geoloji era oldu hansı? Kaynozoy. Kaynozoy olanlar olmalıdır. Və insan yaranıb ən sonuncu 4-cü dövrdə. Yəni Antropogen dövrdə. Antropogen sözü tarixdə də bilirsiniz, antropologiya insanın yaranışı haqqında elmdir. Yəni insan ona görə məhz bu sonuncu dövrdə, 4-cü dövr olan Antropogen dövrdə yaranır. Bax, burada Antropogen. 5-ci suala baxaq. Qədim platformaların əmələ gəldiyi geoloji eralar. Yoldaşlar, platformalar 2 cür olur yaşına görə. Biri cavan platformalar, biri qədim platformalar. Qədim platformalar yaranıb Fanerozoy eonunun sonuna qədər. Yəni Paleozoya daxil deyil. Paleozoyun ən qədim dövrü olan bu Kembriyə qədər qədim platformalar yaranıb bitib. Yəni Kembriyə qədər qədim platformalar yaranıb bitib. Bizdən soruşur qədim platformaların əmələ gəldiyi eralar. Hansı eralardadır? Əlbəttə ki, Arxe və Proterozoy, yəni kriptozoy eonunun eraları, Arxe və Proterozoydur. Yəni Kembriyə qədər. Cavan platformalar isə yaranıb harada? Paleozoy dövründə. Bax, burada cavan platformalar yaranıb. Qədim platformalar Kembriyə qədərdir. Paleozoya qədər yəni. Bir də
Çox vaxt abituriyentlər qarışdırır. Cavan dağlarla qədim dağları, cavan platforma, qədim platforma olaraq qarışdırırlar. Yoldaşlar, bütün qədim platformalar yaranıb harada? Bax, kriptozoy eonunun arxev və proterozoy eralarında. Cavan platformalar yarandı paleozoyda. Gəldik indi. Qədim dağlar yaranıb paleozoy və mezozoyda. Cavan dağlar yaranıb kaynozoyda. Bunları qarışdırmayın. Bunlar ayrı-ayrı məsələlərdir. 6-cı suala baxaq. Şimali Amerikanın və Avrasiyanın şimalında çoxillik donuşluğun yarandığı era. Şimali Amerikanın və Avrasiyanın şimalı, yəni 4-cü dövrün buzlaşmasına məruz qalıb. 4-cü dövr hansı mərhələdə idi? 4-cü dövr era olaraq Kaynozoy eonunun 4-cü dövründə buzlaşmaya məruz qalmış ərazilər var. Şimali Amerika və Avrasiyanın şimal hissələri. 7-ci sual. Kaynozoy erasına aid olan geoloji dövrləri qədimdən cavana doğru ardıcıllıqla müəyyən edin. Kaynozoyun eralarını deyir. Kaynozoy erasının dövrlərini deyir. Paleogen, neogen və antropogen. Yəni 3, 5 və 1. Qədimdən cavana doğru 3, 5, 1. Yəni Y variantı. 8-ci sual. Fanerozoy eonuna aid deyil. A. Lavrasiya və Gondvananın parçalanaraq müasir materikləri əmələ gətirməsi. Lavrasiya və Gondvana müasir materikləri əmələ gətirib hansı dövrdə? Bəs görəcəksiniz mezozoyda. Bax bu hissəni oxuyun. Bax burada Lavrasiya və Gondvana müasir materiklər. Pangeyanın Lavrasiya və Gondvana qurularına parçalanması. Bu baş verib paleozoyda. Bax bu hissədə Pangeya, Lavrasiya və Gondvanaya parçalanıb. Sonra örtülü toxumlu bitkilərin, məməlilərin və quşların yaranması. Quşlar, örtülü toxumlu bitkilər yaranıb mezozoyda. Quşlar mezozoya aid olan canlılardır. Sonra qədim qırışıqlıqların və güclü vulkanizmin başlaması, vulkanizmin deyir başlaması, bakteriyaların və ibtidai tək hüceyrəlilərin yaranması. Yoldaşlar, bakteriyalar onurğası canlılar, yəni gizlin həyatda yaranan canlılar bakteriyalar olub ilkin canlılar. Onlar kriptozoy eonunda yaranıblar. Yəni fanerozoya aid deyirlər. Onlar da tək hüceyrəli bakteriyalar olduqları üçün onlar çürüyüb məhv olub gediblər. Heç bir qalıqları qalmayıb. Ona görə məhz bu dövrə də kriptozoy eonuna da gizlin həyat deyirlər. Sonuncu Y variantına baxaq. Tetis okeanının parçalanması. Tetis okeanı Kaynozoydadır 4-cü dövrdə. Yəni daha doğrusu Kaynozoy sonuncu dövrdə. Aralıq, Qara və Xəzər Aral dənizlərinin bir-birindən ayrılması. Yəni Tetis okeanı parçalananda Aralıq, Qara, Xəzər və Aral dənizləri bir-birindən ayrılıb. Bu da Kaynozoya aid olan xüsusiyyətdir. Növbəti 9-cu suala baxaq. Kriptozoy eonuna aid deyil. Hansı eona? Kriptozoy eonuna, yəni gizlin həyatın olduğu daha qədim eon olan kriptozoy eonuna aid olmayanları soruşur bizdən. Dəmir və polimetal filiz yataqlarının yaranması. Bax, dəmir və polimetal filiz yataqları yaranıb burada. Yəni bu aid olan xüsusiyyətdir. Örtülü toxumlu bitkilər və qədim sürünənlərin yaranması. Örtülü toxumlu bitkilər artıq gəlib fanerozoydadır. Yəni örtülü toxumlu bitkilər ümumiyyətlə çılpaq toxumlu olsun, örtülü toxumlu bitkilər olsun. Bunlar fanerozoyda yaranan bitkilərdir. Yəni kriptozoyda ümumiyyətlə bakteriyalar yaranır. Nəinki örtülü toxumlu olsun, çılpaq toxumlu olsun. Yəni B səhv fikirdir. Fanerozoya aiddir. Bakteriyalar və ibtidai tək hüceyrəlilər yaranmışdır. Bəli, bu aiddir gizlin həyat dövrünə. Güclü vulkanizm, bəli, o da gizlin həyatda baş verir. 2 geoloji eraya bölünür. Hansı eralara? Arxev və proterozoya bölünür. Bəli, bu da kriptozoya aid olan xüsusiyyətdir. 10-cu suala baxaq. Cədvəldə verilən geoloji dövrlərdən hansılarının yerini dəyişsək, onların qədimdən cavana doğru düzgün sırasını müəyyən etmək olar. Baxaq. Devon, Silur, Perim, Trias, Paleogen və Neogen. İndi baxaq. Deyir ki, Devon ən qədimidirmi görün bunların içərisində? Devon ən qədimidir.
Bax Devonun yeri bax burdadır. Yəni Devondan sonra ardıcıllıq düz getməlidir. Silur hardadır? Aha. Silur Devondan daha qədimdir. Deməli nağdır? 2 ilə 1-in yeri səhv göstərilib. Daha qədim Silurdur, sonra Devondur. Yəni 2 ilə 1-in yerini dəyişsək, sonra gəlir Perm ardıcıllığı düz gələcək, sonra Trias düz gəlir, sonra Paleogen düz gəlir, sonra Neogen qədimdən cavana doğru ardıcıllıq düz gələr. 11-ci suala baxaq. Cədvəldə verilən geoloji dövrlərdən hansılarının yerini dəyişsək, onların cavandan qədimə doğru düzgün ardıcıllığı göstərilmiş olar. Bu səfər cavandan qədimə doğru deyir. Baxaq, ən cavan bunların içərisində paleogendir deyir? Baxaq, bəli, bunların içərisində ən cavan paleogendir. Burada verilənlərin içərisində. Sonra gəlir Yura deyir ki, Yura var. Bu problem yoxdur. Yura var. Zaten variantlarda tabaşir olmadığı için heç onu götürə bilmirik. Daş kömür gəlir sonra. Yuradan sonra daş kömür. Baxaq görə variantlarda Trias ilə Perm varmı? Trias Perm yoxdur. Bəli. Daş kömür də düz ardıcıllığıdır. Ordivik bax gəldi bu hissədədir. Silur isə Ordivikdən daha cavandır. Ona görə Ordivik ilə Silurun yeri səhv verilir. Kembri də ən qədim geoloji dövrdür. Yəni 4 ilə 5-in yerini dəyişsək, ardıcıllıq düzgün olar. Cavandan qədimə doğru. 12-ci sual. Yerin geoloji inkişafına aiddir. Yoldaşlar, yerin 2 cür inkişafı var. Ümumiyyətlə yerin deyirlər 6-7 milyard il yaşı var. Onun ilk 2,5 milyard ili, 2 və yaxud da 2,5 milyard ili adlanır planetar inkişaf. Yəni burada hələ planetlər formalaşıb. Bunun da sonu yerdə hidrosferin, dünya okeanının yaranması ilə başa çatmışdır. Ondan sonraki, bax bu 4,5 milyard il isə yerin geoloji inkişaf mərhələsi adlanır. Yerin geoloji inkişaf mərhələsi. Bizdən soruşur, yerin geoloji inkişafına nələr aiddir? Baxaq. Yer səthində kütləvi şəkildə lava püskürmələri. Bu baş vermişdir yerin planetar inkişafında. Bəlli məsələdir. Yerin mantiyası və nüvvəsi. Mantiya nüvvə yerin hələ planet kimi formalaşmasında baş verən hadisələrdir. Yəni planetar inkişafa aiddir. C. Yer qabığının təbəqələri yaranmışdır. Yer qabığının təbəqələri hansı dövrdə yaranmışdır? Yəni hansı təbəqələrdən söhbət gedir? Çökmə, qranit, bazalt qatları, bunlar artıq yerin geoloji inkişaf mərhələsində yaranmışdır. Yəni planetar inkişaf mərhələsində xeyr, yaranmamışdır. Ona görə C variantı. D-yə baxaq. 6-7 milyard il əvvəl, bəli, 6-7 milyard il əvvəl planetar mərhələdir. Yəni geoloji deyildir. İlk atmosfer əmələ gəlmişdir. İlk atmosfer kütləvi vulkan püskürməsindən sonra, baxın, yerin planetar inkişaf mərhələsində nə baş vermişdir? Yerin birinci nüvəsi yaranmışdır. Sonra mantiya qatı yaranmışdır. Sonra bazaltdan ibarət ilkin yer qabığı yaranmışdır yer səthində. Misal üçün kütləvi vulkan püskürmələri baş vermişdir. Sonra yer səthini örtərək bazaltdan ibarət ilkin yer qabığı yaranmışdır. Kütləvi vulkan püskürmələrinin nəticəsində yerin kənarında zərərli qazlardan ibarət ilkin atmosfer yaranmışdır. Sonra hava soyuyaraq, atmosferdən temperatur soyuyaraq kütləvi yağışlar yağmışdır yer üzərinə milyon illər və yerdə ilk okeanın yaranması ilə planetar inkişaf mərhələsi sona çatmışdır. Aydındır. Deməli, ilk okeanın yaranması ilə, yəni hidrosferin yaranması ilə həyatda planetar inkişaf mərhələsi sona çatmışdır. İlk atmosfer də planetar inkişaf mərhələsinə aiddir. Ona görə yeni də götürə bilmərik. Növbəti suala baxaq. Kaynozoya aid deyil. 4-cü dövr, daha doğrusu sonuncu era olan Kaynozoya nə aid deyil deyir. Baxaq. Mezozoydan daha doğrusu aid deyil. Pantalasın parçalanması. Pantalas parçalanıb harada? Pantalas parçalanıb Mezozoyda. Aid deyilsə elə birbaşa variant Mezozoydur. A variantı. Pantalas Mezozoya aiddir. 4-cü dövr buzlaşması bəli, Kaynozoydur. Tetsi okeanı parçalanmışdı. Oxuyun bu hissəni. Tetsi okeanı parçalanıb. Müasir landşaftlar bəli yaranıb, cavan dağlar yaranıb. Aralıq Qara Xəzər dənizləri məhz Tetsi okeanının parçalanması ilə yaranmışdı, bəli. 14-cü sual.
Kaynazoyu mezozoidan fərqləndirən xüsusiyyətlər. Mezozoidan fərqləndirsin kaynazoyu. Baxaq. Vulkanizm prosesləri baş vermişdir. Vulkanizm prosesləri mezozoida da, kaynazoida da, hətta paleozoida da baş verib, yəni hər birində. Bu bunları fərqləndirən xüsusiyyət deyil. Neft və təbii qaz yataqları yaranmışdır. Baxın, neft qaz mezozoida da, kaynazoida da yaranıb, yəni. Bu bir-birindən fərqləndirən xüsusiyyət deyil, yəni. 3 geoloji dövrə bölünür. Baxın, mezozoin, kaynazoin, paleogen, neogen, antropogen, mezozoin da Trias, Jura, Tabaşir. Hərəsinin 3 dövrü var. Fanerozoy eonuna aiddir. Hər biri Fanerozoy eonuna aiddir, göründüyü kimi. Xəzər və Aral dənizləri qapalı hövzəyə çevrilmişdir. Bəli, yəni Tetsis okeanı demək istəyir ki, parçalanmışdır. Bəli, kaynazoida. Tetsis okeanı parçalanmışdır. Y variantı. 15-ci sual. Geoloji dövrlərin nisbi yaşlarına görə qədimdən başlayaraq ardıcıl düzülüşünü müəyyən edin. Ən qədim hansıdır bunların içərisində? Kembri. 4 ilə başlayacaq yəni. Çünki bunlar verilənlərin içərisində ən qədimi Kembridir. Sonra Trias. Hansı dövrdür? Trias da mezozoin dövrlərindən biridir. Sonra paleogen. Kaynazoin ən qədim dövrüdür. Paleogen. Sonda isə 4-cü dövr kaynazoin ən sonuncu dövrüdür. Yəni bunlar artıq əzbər tipli suallardır. 16-cı suala baxaq. Yerin inkişafının ilk mərhələlərindən fərqli olaraq hazırda kütləvi vulkan püskürmələrinin müşahidə olunmamasının səbəbi. Əlbəttə ki, biz bilirik ki, yerin planetar inkişaf mərhələsində daha çox vulkan püskürüb. İndi sizə sual verirəm. Nəyə görə bu proses belə olub? Nəyə görə həmin dövrdə kütləvi vulkan püskürməsi baş verib, daha şiddətli olub? Bəli, düz fikirləşirsiniz. Çünki həmin dövrdə yer qabığı tam qəlinləşməmişdi. Yəni bazaltdan ibarət ilkin yer qabığı var idi. O da çox nəzik idi. Yerin daxilində reaksiyalar nəticəsində yaranan şiddətli təzyiq şiddətlə səthə doğru çıxırdı və onun qarşısını kəsəcək gəlin yer qabığı yox idi. Yəni mane ola bilmədiyi üçün rahatlıqla hər yerdən vulkan püskürə bilirdi. Yəni yer qabığının bərk və gəlin olmaması. Növbəti suala baxaq. 17-ci suala. Geoloji dövrlərin yaşlarına görə qədimdən başlayaraq ardıcıllıq düzülüşünü müəyyən edin. Yenə geoloji dövrlərdə qədimdən cavana doğru baxıb düzələcəksiniz. 18-ci sual. Süxurların mütləq yaşını müəyyən edin. Yoldaşlar, süxurların yaşını 2 cür müəyyən etmək olurdu. Biri var idi, bəli, nisbi yaş, düz deyirsiniz. Digəri isə mütləq yaş. Nisbi yaş süxurların yatım ardıcıllığına əsasən öyrənilirdi. Nisbi yaş. Mütləq yaş isə süxurlarda ki, maddələrin radioaktiv parçalanmasına əsasən öyrənilirdi. Bizdən soruşur mütləq yaş, süxurların tərkibində olan maddələrin radioaktiv parçalanması. Radioaktiv, baxın, C variantına. Radioaktiv parçalanmanın müddətinə əsasən öyrənilirdi. 19. Kaynazoy erasında baş verən ən mühüm hadisələr. Kaynazoyda hansı hadisələr baş vermişdir ümumiyyətlə? Kaynazoyda 4-cü dövr buzlaşması baş verib. Alp qırışıqlığı, yəni bütün cavan dağlar yaranmışdır. Sonra Tetsis okeanı parçalanıb müasir Qara, Xəzər, Aral dənizlərini yaratmışdı. İlk insanların və insana bənzər meymunlar əmələ gəlmişdi. Sonra faydalı qazıntılardan qiymətli metalların, hansıdır qiymətli metallar? Qızıldır, platindir, qiymətli metal. Qızıl, platin, gümüş bunlar yaranmışdı. Hətta qiymətli daşlar da almazın səpinti yataqları, boksit, ümumiyyətlə boksit də metaldır. Almaz misal üçün qiymətli daşlar yaranmışdı. Həmçinin neft qaz da yaranmışdı. Neft qaz ümumiyyətlə mezozoyda da var, kaynazoyda da var yəni. Bunu biləsiniz. Növbəti deməli variantlara baxaq. Kaynazoy erasında baş verən ən mühüm hadisə Pangeya parçalanıb, xeyr. Pangeya parçalanıb Paleozoyda. Alp dağ əmələ gəlməsi və buzlaşma. Bəli, Alp qırışıqlığı, Alp dağ əmələ gəlməsi və buzlaşma dövrü, 4-cü dövrün buzlaşması
məhz bu mərhələdə baş verir. 20-ci sual. Hansı geoloji eralarda atmosferdə sərbət oksigen daha çox olmuşdur? Sərbət oksigen hansı geoloji eralarda daha çox olar? Əlbəttə ki, sona yaxın. Əvvəl atmosfer zərərli olur, zəhərli qazlardan ibarət olub. Sonra bitkilər yetişib, zaman zaman atmosferdə oksigenin miqdarı artıb, indiki vəziyyətə çatıb. Yəni, ən sonuncu dövrlərdə atmosferdə sərbət oksigenin miqdarı daha çox olar. Ən sonuncu dövrlər hansılardır? Ən sonuncu dövrlər, baxaq, Mezozoy ilə Kaynozoy, bəli. Mezozoy, Kaynozoy ən sonuncu dövrlər hesab edilir variantlarda verilənlərə görə. 21-ci sual. Kriptozoy və Kembriyə qədərki dövr gizli həyat ocağı adlandırılır. Bunun səbəbi nəyə görə gizli həyat adlandırılır? Çünki həmin dövrdə orqanizmlərin qalıqları aşkar edilməmişdir. Çünki həmin dövrdə orqanizmlərin skeleti yox idi, sümükləri yox idi. Ona görə aşkarı bakteriyalar idi. Hələ həmin dövrdə ilkin bakteriyalar yaranmışdı. Ona görə qalıqları aşkar edilə bilmirdi. Bu günə qədər gəlib çata bilmirdi ki, ona görə də bu dövrə gizli həyat deyiblər. Yerin geoloji inkişafı ilə bağlı hansı ifadələr doğru deyil? Hansı ifadə? Baxaq. Üzvü mənşəlli çökmə süxurlar biogen mərhələdə yaranmışdır. Bu düz fikirdir. Ona görə ki, əgər üzvü mənşəlli çökmə süxur deyirsə, deməli burada biogen mərhələdə bioloji canlı olub ki, o canlı ölüb çürüyüb ki, oradan üzvü mənşəlli süxur əmələ gəlib də, aydındır. Ona görə bir olmaz. Daha qədim süxurlarda tapılan canlı orqanizm qalıqları mürəkkəb quruluşa malikdir. Yox, ilkin canlılar mürəkkəb yox, sadə quruluşlu olublar. Bakteriyalar misal üçün sadə quruluşlu. Bu fikir səhv fikirdir. Ona görə biz səhvi götürürük. Cavan platformaların bünövrəsi Kembriyə qədərki dövrdə formalaşmışdır. Xeyr, cavan platformalar Kembriyə qədərki dövrdə yox, yəni paleozoyda formalaşıb, Kembridə formalaşıb, Permdə, daş kömürdə, Devonda, Silurda, Ordivikdə formalaşıb. Qədim platformalar olub Kembriyə qədərki dövr. Ona görə üçü də götürürük. Materik tipli yer qabığı okean tipli yer qabığından daha qəlindir. Bəli, materik tipli yer qabığında qranit qatı olduğu üçün daha qəlindir. Okeanda qranit qatı yoxdur. Paleozoy erası iki qırışıqlıq mərhələsindən ibarətdir. Paleozoy erasının iki dənə qırışıqlıq mərhələsi var deyir. Hansılardır onlar? Baxın, burada paleozoyun özünün iki qırışıqlıq yox, paleozoya düşən üç qırışıqlıq mərhələsi var. Baykal qırışıqlığı da məhz bu mərhələyə düşə bilir. Bir dəqiqə, burada geoxronoloji cədvəli tapım, sizə göstərəcəm. Baxın, paleozoyda Kaledonla Hertzin var, bir də bax, Baykalın da bir hissəsi, Baykalın bir hissəsi düşür paleozoyun Kembri və Ordovik dövrlərinə. Yəni, paleozoyun 3 dənə qırışıqlıq mərhələsi var. 2 dənə yox, ona görə 5-i də götürürük. Baykal qırışıqlığı əsasən 2 eranı əhatə edir. Baykal qırışıqlığına baxın, 2 eranı əhatə edir. Hansı? Proterozoy ilə paleozoyu. Bu da düz fikirdir. Ona görə altını götürmürük. Səhv fikirlər 2, 3, 5 A variantı. Növbəti 23-cü suala baxaq. Nə soruşur bizdən? Sxemi tamamlamağımızı istəyir bizdən. Baxaq, verib yuxarıda Kaynozoyu, Kaynozoyda Avrasiyanı, Şimali Amerika, sahil sıra dağları, sonra birin yerində nə ola bilər? Avrasiyada Kaynozoy dövründə bizdən yaranan dağlar soruşur sanki bir də. Kaynozoy dövründə yaranan dağlar. Alp dağlarını gətirib qoysaq bu birə, Alp dağlarını. Avrasiyadadır mı? Bəli, Avrasiyadadır. İkinin yerinə inkişaf etmiş ölkəni qoysaq, bəli, həm sahil sıra dağları Amerikada inkişaf etmiş ölkədə, həm də Alp dağları Avropada inkişaf eləmiş ölkələrdə. Bax, bu da ödəyər. 3-ə baxaq, İsveçrədə, bəli, İsveçrədə inkişaf eləmiş ölkədir. Eyni Alp dağlarının bir hissəsi İsveçrəyə düşür. Bu da aid prosesdir. Həmçinin Kanada inkişaf eləmiş ölkədir. Bəli, burada olana ödəyir. Həm sahil sıra dağlarının bir hissəsi də Kanadaya düşür. Ona görə A variantı düzgün variantdır. Digər variantlara baxsaq,
Misal üçün bax burada Kopetdağ biri ödəyər, inkişaf etməkdə olan ölkə ödəyər, amma inkişaf etməkdə olan ölkəni bu ikinin yerinə qoyanda onda ABŞ ilə Kanadanı ödəməz. Ona görə B variantı olmaz. Sonra Karpatlar gətirdik ki, qoyduq Avropaya. İtaliyanı gətirib 3-ə qoyanda İtaliya yeni sənə ölkəsi deyil. Bu şərti ödəməyəcək, yəni ona görə C olmaz. Sonra Kunlun dağları. Kunlun dağları Mezozoy dövrünün dağlarıdır. Ümumiyyətlə Alpa aid deyil, yəni Kaynazoyda yaranmayıb. Ona görə Kunlunu götürə bilmərik ümumiyyətlə. Himalaya gətirib birə qoysaq olar. İnkişaf etmiş ölkə xeyr. Himalay inkişaf etmiş ölkə yox, inkişaf etməkdə olan ölkələrin ərazisindədir. Ona görə Y də olmaz. 24-cü suala baxaq. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Kaynazoy erası və Mezozoy erasının müqayisəsini soruşur. Müasir landşaftlar və insan yaranmışdır. Müasir landşaftlar harada yaranmışdır? Kaynazoyda yaranmışdır. Bəli. Trias, Yura, Tabaşir dövrləri hardadır? Mezozoydadır. Bəli. Himalay, Pamir, Qafqaz dağları yaranmışdır. Hər biri cavan dağlardır. Yəni Alp qırışıqlığında yaranıb. Alp qırışıqlığı. Getdi bura. Fanerozoy eonuna daxildir. Bəli. Hər biri, bax bu hissələr onsuz da Fanerozoy eonuna daxildir. İstər Mezozoy, istər Kaynazoy. Yəni D oxşarlıqdır. Kimeri qırışıqlığı baş vermişdir. Mezozoyun kimeri qırışıqlığı. Mezozoyun kimeri qırışıqlığı da getdi Mezozoya. Növbəti sual 25. Yenə Venn diaqramıdır, uyğunlaşdırmadır. Baxaq, müqayisədir. Kaynazoy erasından Mezozoy erasını yenə müqayisə edilir. Paleogen, neogen və antropogen hər biri Kaynazoya aiddir. Verxoyanski, Tserski, Sxota, Alin, Tibet, Kunlun dağ sistemləri, Kordillerin qayalı dağları hissəsi Mezozoy dövründə yaranan dağlardır. Muradxanlı, Mollakan Azərbaycanda Mezozoy dövründə yaranmış neft yataqlarıdır. Yeganə neft yatağıdır ki, Azərbaycanda Muradxanlı və Mollakan, biri Kürdəmirdədir, biri İmişlidə. Bunlar yerləşir harada? Mezozoy dövründə yaranan neft yataqlarıdır. Sonra Şimali Amerika və Avrasyada dağlar yaranmışdır. Şimali Amerikada Kaynazoya aid dağlar var, Avrasyada da var. Sonra Mezozoy dövrünün dağları Şimali Amerikada Kordillerin qayalı dağlar hissəsi var. Həmçinin Avrasyada Verxoyanski, Tserski dağları var. Ona görə məhz bu C oxşarlığın xüsusiyyətidir. Aydındır. A-dı, B-ni bir dəqiqə. B getdi 2-yə. Bu C-ni niyə buraya yazmışam? B. C 3-ə. Sonra bir dəqiqə. Şimali Amerikada Avrasyanı deyirsə, bəli, D idi. Oxşarlıqda səhv elədim. 4-cü dövr buzlaşması baş vermişdir. 4-cü dövr əlbəttə ki, harada? Kaynazoyun 4-cü dövrü. Yəni antropogen dövrdə baş vermiş buzlaşma. Bu da getdi 1-ə. 1-ə A-E, 2-yə C-B, 3-ə də D. Növbəti suala baxaq. Yenə Eyler-Venn diaqramıdır. Kaynazoy ilə Mezozoy müqayisə eləyir yenə. Kimmerin dağı əmələ gəlməsi haradaydı? Mezozoyda. Fanerozoy eonuna aiddir. Hər biri Fanerozoya aiddir göründüyü kimi. 2 getdi oxşarlığa. Tetis okeanı haradaydı? Tetis okeanı yoldaşlar? Bəli. Tetis okeanı parçalanıb Kaynazoyda. 4-cü dövr buzlaşması, bəli, düz deyirsin. O da Kaynazoydadır. Qədim sürünənlər yaranmışdır və dinozavrların nəsli kəsilmişdir. Harada? Əlbəttə ki, Mezozoyda baş verib bu. 3 geoloji dövrə bölünür. Bu da oxşarlıqdır. 3 geoloji dövrə. Kaynazoyda antropogen, neogen, paleogen. Mezozoyda isə Trias, Yura, Tabaşir. 27-ci suala baxaq. Verilən xüsusiyyətlərin aid olduğu geoloji eranı müəyyən edin. Baxın, Lavrasiya və Gondwana qurularına parçalanan müasir materiklər yarandı. Müasir materiklər haradaydı? Müasir materiklər Mezozoydaydı. Bax, müasir materik Mezozoy. Müasir materik Mezozoy. Müasir materiklər haradaydı? Baxaq, buradan tapım, sizə deyim. Baxın, müasir okeanlar, müasir materiklər
Mezozoya aiddir. Pantalas müasir okeanlara bölünür. Müasirlər hamısı Mezozoydadır. Kordilyer dağlarının şək hissələri formalaşmışdır. Yəni qayalı dağlar hissəsi. Bəli, bu da Mezozoydadır. 28. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edir. Bu səfər Paleozoy və Kaynazoy müqayisə edib. Yəni Paleozoy ilə Kaynazoy. Baxaq. Hertzin dağ əmələ gəlməsi baş vermişdir. Paleozoyun 2 dənə dağ əmələ gəlmə dövrü var. Kaledonla Hertzin. Nələr? Kaledon və Hertzin. Paleozoyda 2 dənə dövr var. Kaledon və Hertzin. Himalay dağları yaranmışdır. Himalay dağları cavan bir dəqiqə Kaledon və Hertzini Paleozoyda yazmalıyam. Bəli, Paleozoyda, Kaynazoyun yerinə yazmışam. Himalay dağları cavan dağlardır. Gedir hara? Bütün cavan dağlar hamısı Kaynazoyun dağlarıdır. Sonra müasir relyef formalaşmışdır. Müasir sonuncu relyef harada formalaşmışdır? Kaynazoyda, yəni sonuncu dövrdə. Qədim dağ sistemləri formalaşmağa başlamışdır. Qədim dağ sistemləri formalaşmağa başlamışdır. Harada? Əlbəttə ki, qədim dövr Paleozoyda Kaledon və Hertzinin dağlarından söhbət gedir. Fanerazoy eonuna daxildir. Hər biri Kriptozoy və daha doğrusu hər biri Fanerazoy eonuna aiddir. Kaynazoy da, Paleozoy da. Bu da oxşarlıqdır. 29-cu sual. Paleozoy erasında baş verən hadisələr. Baxın görün Paleozoyda nə baş verib. Örtülü toxumlu bitkilərin və aydöşəklərin yaranması. Örtülü toxumlu bitkilər haradadır? Gəlib yaranıb Mezozoyda. Paleozoyda çılpaq toxumlulardır. İlk bakteriyalar meydana gəlmişdir. Baykal qırışıqlığı. Baykal qırışıqlığı Paleozoyun müəyyən hissəsinə düşsə də Ordoviklə Kembriya. Ancaq ilk bakteriyalar gizlin həyatdadır. Kriptozoydadır. Yosunların, bakteriyaların, onurğasızların əmələ gəlməsi Kimberi qırışıqlığı, xeyr, Kimberi Mezozoydadır. Suda quruda yaşayanların və sürünənlərin inkişafı Tetis okeanı, xeyr, Tetis okeanı Kaynazoydaydı. Suda quruda yaşayanların, sürünənlərin inkişafı Kaledon qırışıqlığı, bəli, Kaledon qırışıqlığı, suda quruda baxın bu hissəyə yaşayanlar hər biri Paleozoyun Kaledon dövrünə aiddir. Daha doğrusu Kaledon Hertzin fərqi yoxdur. Paleozoyun dövrünə aiddir. Növbəti sual 30-cu suala baxaq. Venn diaqramı Kaledon qırışıqlığından Hertzin qırışıqlığının müqayisəsini soruşur. Appalaz dağları formalaşmışdır. Yoldaşlar, Appalaz dağlarının konkret Paleozoyun hər hansısa bir dövrünə yox. Ümumən, belə deyim də, orada bir belə cümlə var. Appalazın şimali Paleozoyun Kaledonundadır, cənubu isə Hertzindədir. Yəni bir sözlə Appalaz dağları həm Kaledonda, həm də Hertzində var. Appalazın dediyim kimi şimal hissəsi Kaledon qırışıqlığındadır, cənub hissəsi Hertzin qırışıqlığında. Sonra Perm və daş kömür dövrləri baş vermişdir. Yoldaşlar, baxın. Paleozoyun ilk 2 dövrü, qədim dövrü Kemri və Ordovik Baykala aid idi. Baykala. Bax, bu hissədə diaqramı görsədim daha aydın biləsiniz. Deməli, Ordovik ilə Kemri Baykala aiddir. Devonla Silur. Perm daş kömür dövrləri baş vermişdir. Perm daş kömür fikir verin, baxın. Permdən daş kömür. Permdən daş kömür hara aiddir? Hertzine aiddir. Bəli, Perm daş kömür getdi Hertzine. Devonla Silur Kaledona aiddir. Devonla Silur getdi hara? Kaledona. Lavrasiya və Gondwana parçalanaraq müasir materiklər bu artıq hər birinə aid olan xüsusiyyət. Daha doğrusu Lavrasiya və Gondwana parçalanaraq müasir materiklər deyirsə, söhbət Mezozoydan gedir. Yəni heç birinə aid deyil. Növbəti 31-ci suala baxaq. Yerin planetar inkişaf mərhələsində baş vermiş hadisələrin ardıcıllığının pozulduğu sıranı müəyyən edin. Bax, qaz və toz dumanlıqları formalaşmış yerin ilkin formalaşmasında. Sonra asteroidlər yaranmış və onlar da birləşərək yerin soyuq planet kimi formalaşmasına səbəb olmuşdur. Burada heç bir problem yoxdur, düzgün ardıcıllıqdır. Yerin planet kimi formalaşmasından sonra görək nə baş verib. Yerin daxilinin temperatur artıb, bəli. Çünki metallar bir-birilə reaksiyaya giriblər, temperatur artıb və kütləvi vulkan püskürməsi baş verib. Yəni ay erası dövrü başlayıb.
Burada da heç bir problem yoxdur. Ay erası dövrü baş verir. Sonra nə baş verir? Yəni ilkin vulkan püskürməsindən sonra ilkin atmosfer yalana bilir. Bəli, sonra atmosfer soyur, kütləvi yağışlar yağır və ilkin okean formalaşır. Bəli, burada da düzgün ardıcıllıqdır. Sonra ay erası, yəni kütləvi vulkan püskürməsi. İlkin yer qabığı, həmin o vulkan bazaltdan ibarət ilkin yer qabığını yaradıb yerin səthində. Sonra zərərli qazlarda atmosferi yaradıb, onlardan da soyuyaraq çevrilib ilkin okean yaranıb. Yağışlar yağıb milyon illərlə ilkin okean. Yəni düzgün ardıcıllıqdır gördüyünüz kimi. 5-ə baxaq. Ay erası, kütləvi vulkan püskürməsi. İlkin okean, bəli, dedik ki, atmosfer yarandı, sonra yağışlar yağdı ki, milyon illərlə ilk okean yarandı. Sonra yerin daxilində temperatur artması, xeyr. Yerin daxilində temperatur artması ən öncə baş verdi. Sonra daxildə temperatur artdı və təzyiq yarandı, kütləvi vulkan püskürdü, sonra ay erası baş verdi, sonra okean yarandı. Yəni yerin daxilindəki temperaturun artması hətta ay erasının ən əvvəlki dövrüdür. Yəni bu 5-ci sırada ardıcıllıq pozulub. 32-ci suala baxaq. Kriptozoy və fanerozoy eonlarına aid olan xüsusiyyətləri müəyyən edin. Kriptozoy və fanerozoy. Arxeip, paleozoy, proterozoy, mezozoy. Lavrasiya və Gondvananın parçalanaraq müasir materiklər, müasir mezozoy. Qədim qırışıqlığın və güclü vulkanizmin başlaması. Qədim qırışıqlıq, güclü vulkanizmin başlaması. Arxeya. Daha qədim qırışıqlıq və daha qədim qırışıqlıq və güclü vulkanizm daha əvvəlki dövrdə baş verib. Yəni B gedir təxminən 1-ə. Sonra tək-tək onurğasızların əmələ gəlməsi. Tək-tək onurğasızların əmələ gəlməsi, Pangea'nın Lavrasiya və Gondvana qurlarına parçalanması. Pangeya parçalanıb Lavrasiya Gondvanaya. Hansı dövrdə? Bəli, paleozoyda, düz deyirsiniz. Mezozoyda artıq müasir materiklər yaranıb. Tək-tək onurğasızlar artıq proterozoyun xüsusiyyətidir. Yəni 1-ə B, 2-ə D, 3-ə C, 4-ə də A. Növbəti suala baxaq. 33-cü suala. Sxemi tamamlayın. Antropogen, baxaq. Antropogen deyirsə, deməli söhbət, bax, mərkəzdə verib kriptozoy yox, fanerozoy eonunu verib, eləmə? Verib fanerozoy eonunu. Bir dəqiqə, gəlin bax bu hissəyə. Verib hansı eonu mərkəzdə? Fanerozoy eonu. Deməli, fanerozoy varsa paleozoy var, ya mezozoydur bir də, ya da ki, kaynazoy ola bilər. İndi antropogeni verib. Antropogen hansı eranın dövrüdür? Əlbəttə ki, mezozoyun. Deməli, daha doğrusu kaynazoyun. Deməli, birin yerində olmalıdır nə? Kaynazoy, kaynazoy, kaynazoy. 2. Kaynazoyun digər dövrü nə ola bilər? Paleogen. Burada da paleogen ola bilər. Sonra burada paleozoy var. Paleozoyun dövrü nə ola bilər? Devon, Silur, Ordovik, Kembri, Perium, daş kömür bunlardan biri. Ona görə də Y variantı düzgün variantdır. 34. Yerin planetar inkişaf mərhələsində baş vermiş hadisələrin ardıcıllığının pozulduğu sıranı müəyyən edin. Yenə bayaqki sual tipi kimi ardıcıllıq görək harda pozulub. Ay erası vulkan püskürüb, ilkin yer qabığı, bəli, yer səthini örtüb vulkan püskürəndən sonra bazaltdan ibarət ilkin yer qabığı yaranıb, ən sonda okean yaranıb ay erasında. Yəni burada ardıcıllıq pozulmuyor. Yerin planet kimi formalaşması baş verib, sonra yerin daxilində bəli temperatur artıb, sonra kütləvi vulkan püskürüb, yəni ay erası dövrü olub. Bu da düz fikirdir. Sonra ay erası kütləvi vulkan püskürüb, ilkin atmosfer yaranıb, bəli vulkandan çıxan qazlar atmosfer yaranıb, sonra atmosfer soyuyub, yağışlar yağıb, okean yaranıb. Heç bir ardıcıllıq pozulmuyor. Ay erası kütləvi vulkan püskürüb, yəni sonra ilkin okean yaranıb və ilkin atmosfer yaranıb. Xeyr, birinci atmosfer yaranıb zərərli qazlardan ibarət. Sonra atmosfer soyuyandan sonra oradakı qazlar çevrilib yağışa, kütləvi yağışlar yağıb və okean yaranıb. Yəni bu dördüncüdə ardıcıllıq pozulub. 5-ciyə baxaq. Qaz və toz dumanlığı birləşməsi, asteroid kütləsi yaranıb, onlar da birləşib ilkin soyuq yeri yaradıblar.
Burada da ardıcıllıq düzgündür. 35. Cədvələ əsasən uyğun sıraları müəyyən edin. Baxaq. Mezozoy və Kaynozoy eraları eyni sayda geoloji dövrə bölünür. Mezozoyun 3 dövrü var, Kaynozoyun 3 dövrü var. Doğru deyirsə, doğru düzdür. Doğru əsasən uyğun sıraları müəyyən edin. Yəni birdə doğrudur, qabağında da doğru var. Bizə də doğru lazımdır, uyğun lazımdır. Bir götürülür. Dəmir və polimetal filizləri, qranit yataqları arxeida yaranmağa başlamışdır. Eynən, bax buradakı cümlə. Dəmir və polimetal filizləri, qranit yataqları və arxeida yaranmağa başlamışdır. Doğru olmalıdır. Yanlış dediyi üçün bu fikir səhvdir, uyğun götürülmür. 3-ə baxaq. Yerin inkişafı boyunca dəniz və quru mərhələləri bir-birini əvəz etmişdir. Bəli, dəniz mərhələsi transqressiya, dənizlərin həzminin artması, quru mərhələsi reqressiya. Bu doğru fikirdir. Yəni ona görə 3-ü götürürük. 4-ə baxaq. Tetis okeanı Lavrasiya materikindən şimalda qalan geniş ərazini əhatə edir. Tetis okeanı Lavrasiya materikindən şimalda yox, Lavrasiya ilə Gondvananın arasında bir yerdədir. Bu fikir səhv fikirdir. Doğru olduğu üçün düz götürə bilmərik bunu. Kriptozoy eonunun suxurlarında zəngin bitki və heyvan qalıqları müəyyən edilmişdir. Kriptozoy eonunun suxurlarında deyir ki, bitki qalığı var. Bura gizlin həyatdır. Burada biz necə onu bitki qalığını aşkar eləyə bilərik? Bu yanlış fikirdir. Bəli, qarşısından da yanlış verdiyi üçün məhz bu 5-i də götürə bilərik. 6-ya baxaq. Lavrasiya və Gondwana paleozoy erasında parçalanaraq müasir materiklər mezozoydadır. Yəni bu yanlış olsaydı götürərdik. Doğru olduğu üçün götürə bilmirik. Növbəti suala baxaq. 36-cı suala. Mezozoyun Kimmeri qırışıqlığı ilə Alp qırışıqlığı zonalarının oxşar xüsusiyyətləri. Mezozoyun Kimmeri qırışıqlığı qədim dağlar olacaq, Alp qırışıqlığı cavan dağlardır. Bunların oxşar xüsusiyyətlərini bizdən soruşur. Baxaq. Avstraliya materikində rast gəlinmir. Mezozoya aid dağlar, paleozoyun dağları var. Avstraliyada nə mezozoy var, nə də ki Alp qırışıqlığı. Yəni ona nəyə görə biz bunu götürə bilərikmi? Götürə bilərik də. Zaten dediyimiz kimi Avstraliyada yalnız paleozoyun dağları var. Yəni nə mezozoy var, nə Alp qırışıqlığı. Bu oxşar xüsusiyyətdir. Bizdən də oxşarı soruşur. Rast gəlinmirsə ona görə biri götürməliyik. Geosinklalın inkişafının 4-cü mərhələsidir. Alp qırışıqlığı 4-cü mərhələ deyil. Ona görə götürə bilmərik. 4-cü mərhələ artıq platforma mərhələsidir. Yəni qədim dağlar, mezozoydu, paleozoy olsaydı onlar üçün oxşar xüsusiyyətdir. Fəaliyyətdə olan vulkanlara rast gəlinir. Mezozoyda fəaliyyətdə olan vulkan olmasa da Alp qırışıqlığında var. Deməli, Alp qırışığında müasir vulkanlar müşahidə edilir. Bizdən nədir? Geosinklalın fəaliyyətdə olan vulkanlara rast gəlinir. Mezozoyda da ki, mezozoy dövründə də, mezozoyun dağlarında da fəaliyyətdə olan vulkan var yəni. Varsa rast gəlinirsə, bu oxşar xüsusiyyət ola bilir. Ona görə 3-ü götürə bilərik. Digərinə baxaq elə. Şərqi Avropa düzənliyində kiçik sahə tutur. Şərqi Avropada kiçik sahə tutan dağlar Alp qırışıqlığının dağlarıdır. Mezozoya aid dağlar Şərqi Avropada yoxdur yəni ki. Ona görə 4-ü götürə bilmirik. Orta qırışıqlıq vilayəti hesab edilir. Orta qırışıqlıq vilayəti mezozoy olar. Amma Alp qırışıqlığı yeni qırışıqlıqdır, cavan qırışıqlıqdır. Ona görə oxşar deyil, yəni oxşar xüsusiyyətlər 3-dən biri götürə bilirik. 37. Yerin planetar inkişaf mərhələsi üçün səciyyəvidir. Yəni qədim dövr, ay erası dövründə nələr baş verir? Müasir cavan dağlar, xeyr, cavan dağlar Alp qırışıqlı, Kaynozoy, yəni yerin planetar inkişaf mərhələsində yox, geoloji inkişaf mərhələsindədir. Kütləvi lava püskürmələri, bəli, planetar inkişaf mərhələ. İri neft və qaz yataqları, xeyr, geolojidədir. Kimmeri dağ əmələ gəlməsi geolojidədir. İlkin atmosfer yaranıb, bəli,
Bu da ay erasında baş verib. 38. Yerin planetar inkişaf mərhələsi üçün səciyyəvidir. Baxaq, materik tipli yer qabığı əmələ gəlmişdir. Xeyr, yer qabığı bazaltdan ibarət ilkin yer qabığı əmələ gəlmişdir. Materik tipli yer qabığı, yəni yox. Yəni çökmə qat, qranit qat hələ yaranmamışdır. İri neft və qaz yataqları yaranmışdır. Xeyr, bunlar geoloji inkişaf mərhələsindədir. Yer səthində kütləvi yağışlar, bəli, kütləvi yağışlar yağmışdır. Radioaktiv parçalanma nəticəsində mantia maddələrin əriməsi baş vermişdir ki, kütləvi vulkan püskürmələri olub. Ona görə 4 də ay erasına aiddir. Kaledon və Hertzin bu geoloji inkişaf mərhələsinə aiddir. 39-cu suala baxaq. Cədvələ əsasən uyğun sıraları müəyyən edin. Baxaq. Suxurlardakı daşlaşmış bitki və heyvan qalıqlarına əsasən onların yaşadıkları dövrün şəraiti müəyyən edilir. Bəli, bu yəni mütləq yaşı tapmaq mümkündür yəni. Ona görə biri götürülür. Kriptozo eonunda yaranan suxurlarda canlı orqanizm qalıqları tapılmadığı üçün bu eon gizli həyat adlanır. Bəli, doğru olsaydı götürərdik. Yanlış olduğu üçün götürə bilmirik. Suxurların tərkibində qalın qurğuşumun miqdarına görə onları neçə il əvvəl yarandığını təyin edilir. Bu, yəni yerin nisbi mütləq yaşının tapılmasıdır. Radioaktiv maddələrin, qurğuşumun miqdarını belə deyim də, bir maddədən bir maddəyə çevrilməsinə uyğun zamanı hesablayıb, oradan suxurun yaşını müəyyən edə bilirlər. O da olur mütləq yaş. Nisbi yaş suxurların bir-birinə nəzərən təyini olunur. Yəni yatım ardıcıllığı. Doğru fikirdir, yanlış olduğu üçün götürə bilmirik. Sonra, yatım ardıcıllığının tərkibindəki bitki və heyvan qalıqlarına əsasən müəyyən edilir. Bu nisbi yaşdır. Suxurların mütləq yaşı onların yatım ardıcıllığına tərkibindəki bitki və heyvan qalıqlarına əsasən müəyyən edilir. Bu nisbi yaşdır, yəni mütləq yaş ola bilmir. Üst qatlarda yerləşən suxurlar alt qatlardakı suxurlara nisbətən daha qədimdir. Bu yanlış fikirdir. Üst qatlardakı suxurlar daha cavan olmalıdır. Ona görə bu da səhv fikirdir. Bir dəqiqə baxaq bura 5-ci sual, 5-ci şərtə. Suxurların mütləq yaşı onların yatım ardıcıllığındakı tərkibindəki bitki və heyvan qalıqlarına əsasən müəyyən edilir. Bu yerin dediyimiz kimi nisbi yaşıdır da. Nisbi yaşı yəni səhv verilib. Bəli, səhv verilib, qarşısında da yanlış deyirsə, bəli, yanlışa yanlış düz götürmək olur da bunu. Ona görə 1, 3, 5 düzgün variant olmuş olur. Növbəti 40-cı suala baxaq. Yerin geoloji inkişaf ardıcıllığını göstərən xəritə sxemləri qədimdən cavana doğru sırasını müəyyən edin. Yəni qədimdə, belə deyim də, bir dənə Pangeya olub. Yavaş-yavaş bölünüb Lavrasiya və Gondvanaya. Sonda isə baxın müasir materiklərə bölünüb. Yəni 2, 3, 1. Sonuncu 41-ci sualımız. Uyğunluğu müəyyən edin. Kaynazoy, mezozoy, paleozoy. Kaledon qırışıqlığı dağlarının əmələ gəlməsi. Kaledon və Hertzin paleozoya aiddir. Tets okeanı yoldaşlar. Tets okeanı Kaynazoydur. Getdi Kaynazoya. Cavan dağlar, Alp qırışıqlığı Kaynazoydur. Gondvana və Lavrasiyanın parçalanması, Gondvana və Lavrasiyanın parçalanması, müasir materiklərə parçalanması bu mezozoya aiddir. Müasir okeanların əmələ gəlməsi də bu da mezozoyda. Müasir okeanlar mezozoydadır. Gondvana Lavrasiyanın da müasir materiklərə parçalanması o da mezozoydadır. Bu da sonuncu sualımız. İnşallah növbəti mövzuların video izahları
növbəti vaxtlarda, növbəti qarşımızdakı vaxtlarda gələcək. Diqqətiniz üçün çox sağ olun. Hələlik.